bir daha paylaşacağım və nəinki Rıza Səfərsoyun azad olunması, bu konkret olaraq bizim millət vəkilimiz və Azərbaycan Milli Müqavimət Hərəkatının qurucularından biri olduğu üçün Rıza Səfərsoy haqqında biz bunu və Rıza Səfərsoyun Hüquqları Müdafiə Komitəsi olaraq bunu hazırlamışıq. İstənilən məhbusumuzun həyatı bizim üçün önəmli, dəyərli dostlar, siyasi məhbusumuzun. Və Azərbaycanda bugün siyasi məhbus olan minlərcə insan var, 1000 nəfər yox, minlərcə insan var. Hansı ki, bu insanları qorxudurlar ki, siz siyasi məhbus adlandırmayın özünüzü. Məsələn, yenə xatırladıram dəyərli dostlar, bir şəxs, tutaq ki, bir şəxs sosial şəbəkələrdə fəaliyyətinə görə əgər məsuliyyətə cəlb olunubsa, o %100 siyasi məhbusdur. Əgər bir şəxs öz hüquqlarını müdafiə elədiyi üçün həbs olunubsa, işgəncələrə məruz qalınıbsa, bugün həbsdədirsə və yaxud da həbs olunmaza da olunubsa, o da siyasi məhbus hesab olunur. Ona görə azxp.org saytını mən adını da yazım burada dəyərli dostlar. Baxın, burada bir yer var. Daxil olacaqsınız və yuxarıda başlıqların içində bir yer var. Orada baxıb görəcəksiniz ki, əgər siyasi məhbus özünüzü hesab edirsə və yaxud da həbsxanada olan siyasi məhbus yaxınızsa, qohumusunuzsa, orada o blanketi doldurun, o suallarla doldurun. Biz onları, deməli, nə qədər Azərbaycan siyasi məhbus olan hamısının siyasını biz formalaşdırıb, bunlarla bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edirik, dəyərli dostlar. Hər kəs zəhmət olmasa, ora daxil olsun, özü orada olan sualları cavablandırsın və yaxud da ki, oğlunun əvəzinə anası yaza bilər, qızının əvəzinə anası yaza bilər və ya da atası yaza bilər, kimsə yaza bilər. Orada kimin yazdığı da bilinmir. Sadəcə məlumat verirsiniz ki, biz məlumatı verdik. Amma doğru düzgün məlumat olmalı. Çünki biz araşdıracağıq onu ki, doğru düzgün yoxsa yox. Və mənim sizə deyəcəklərim bugün bu qədər də var. Parlament seçkilərindən bağlı sizə məlumat verdim.